Kiberbullying, başqa adıyla kiberhücum nədir? Mobil telefon, sosial media və bağlantı məkanları, veb saytları, onlayn oyunlar, elektron poçtlar vasitəsilə bir və ya bir neçə nəfər tərəfindən başqa birinə qaralayıcı, alçaldıcı və təhqir edici yayımlarla, paylaşımlarla onun insani haqlarına hücumu kiberhücum adlanır. Kiberhücum normal həyatdakı zorakılıqların virtual məkana köçürülmüş halıdır. Şüurlu bir şəkildə həmin insana qarşı tətbiq olunmuş bu hücum onun təcavüz, təhdid və şantajlarla üz-üzə qoyur. Kiberbullyingdən necə qorunmaq olar? Kiberbullyingdən heç vaxt 100% qorunmaq olmaz. Bacarıqları üstün hacker və ya kibercinayətkar hər zaman bir yol tapacaq. Kiberbullyingi az da olsa azalmaq üçün indi deyəcəklərimi edə bilərsiniz. Antivirus işlətmək. Artıq bir çox antiviruslar bank şifrələrinin qorunmasından təhlükəsizlik divarına qədər bir çox funksiyaları var. Bu səbəbdən kompüterinizdə, hətta mobil telefonunuzda təhlükəsizliyi təmin etmək üçün ilk növbədə antiviruslardan istifadə etməlisiniz. Modem və ya routerinizi yeniləyin. Şəbəkə ilə əlaqə quran cihazların da sistemləri var və bu sistemlərdə müəyyən açıqlar ola bilər. Gələn emailləri diqqətlə analiz edin. Öz şəxsi məlumatlarınızı heç kimə verməyin. Naməlum və bilmədiyiniz zəngləri, xarici zəngləri qəbul etməyin. Bunları edərək kiberbullyingin qarşısını ala bilərik.